Bəzilərinin bidət əhlindən otu qayrayıb qarışmasıdır. Mümeyyili etməsidir. Bidət əhlinə qarşı yumşaqlıq göstərməsidir. Və bu həqiqətən təhlükəli bir şeydir. Batil əhli, baxırsan ki, bəzi batil əhli var, yəni batil dəvətçiləri, bidət əhlinə olanlar, açıq aydın, zəlalət əhlidir, özünə sələf dəvətinin üzərində olanlar deyənlər, onlarda bir problem görmür. Onları insanlara tövsiyə edir. Xeyr, belə insanlara tövsiyə olunmaz. Sən haqq dəvəti qorumaq istəyirsənsə, onun ətrafında olan alaq otlarını təmizləməlisən ki, bu salamat qalsın. Təbii ki, burada bidət əhli dedikdə, söhbət həqiqi bidət əhlindən gedir. Yoxsa mən səndən xoşum gəlmir, sənə bidətçi deyirəm, falan kəs bidətçidir, biz bidət əhlinə qarşı sərt itib, səni vurub atıram, heç bir səbəb olmadan, dəlil, sübut olmadan bidətçi deyirəm. Sonra o biri qardaşa keçirəm, o biri qardaşda problem nədir? O da sənə salam verirdi, ona da bidətçi hökm verirəm. Sonra keçirəm üçüncüyə, o da ona salam verirdi, ona da bidətçi deyirəm. Zincirvari şəkildə bu nədir? Silsiləvi şəkildə insanları təkvirçilərin etdiyi kimi silsiləvi şəkildə insanlara bidətçi hökm verirəm. Xeyr, bu sələfin yolu deyil. Bu, sələfin yolu deyil. Bəli, sələf bidət əhlinə qarşı sərt mövqe göstərib. Onlara qarşı sərt olub. Onların bidətindən çəkindirib. Onlara rədd verib. Xüsusən də yayılan bidətlər varsa, insanları azdıran bidətlər, inançlar varsa, onlara zamanında rəddlər verilib. Lakin hər şeyin öz miqdarı var. Lakin sən bugünkü günü əsli bidətçilərlə, açıq aydın bidəti, zəlaləti açıq aydın olanlarla salamı kəsmirsən, oturub durursan, deyirsən, gülürsən, sonra öz əqidə qardaşınla kiminsə sözünə görə salamı kəsirsən. Sənin Peyğəmbərinə qədər dil uzadan, Peyğəmbərinin zövcələrinə dil uzadan, onun dostlarına, sahabələrinə dil uzadan, insanlara qardaş deyərək, salam aleykum salam deyərək danışırsan, deyirsən ki, cahildilər, insanlar bilmirlər. Lakin əqidəsində sənlə fərqli olmayan, səninlə heç bir ixtilaf etməyən bir insanla salamı kəsirsən, nədir? Filan kəs mənə tapşırıb ki, filan kəsə salam vermə. Bu sələfilik deyil. Bu əslində dini parçalamaqdır. Hizbilikdir, dəstələrə bölünməkdir. Əl-vələ vəl-bara dinimizdə əsli məsələlərdəndir. Əl-vələ vəl-bara nəyin üzərində olmalıdır, qardaşlar? Məsum olan bir şeyin, Qur'an və sünnənin üzərində olmalıdır. Əl-vələ vəl-bara Qur'an və sünnə üzərində olmalıdır. Şəxslər üzərində deyil, cəmaatlar üzərində deyil, filan kəsin sözünə görə deyil. Kimsə şəxslərə görə, fikirlərə görə, cəmaatlara görə, dəstələrə, kitab, hər hansı bir kitab, nəyə görəsə əl-vələ vəl-bara qurarsa, yəni Qur'an və sünnədən başqa bir şey üzərində əl-vələ vəl-bara qurarsa, o hizbidir. Hizbinin tərifi budur. Baxmayaraq ki, özləri sabah axşam ona buna hizbi deyirlər, amma hizbiliyin tərifini öyrənəndən sonra, baxandan sonra və tətbiqatına keçəndə görürsən ki, onlardan başqa hizbi yoxdur. Əsl hizbilər özləridir. Çünki hizbi nə deməkdir? Dəstələrə bölünməkdir. Dəstələşməkdir. Mən dediyimi deyəcəksən, demirsənsə bizdən deyilsən. Hizbilik budur. Ya mən deyənə deyəcəksən, ya da bitdin sən. Salam, kalam, hər şey bitdi. Mən deyən olmalıdır. Belə bir din yoxdur. Sən deyən olmamalıdır. Allah və Rasulü deyən olmalıdır. Allah və Rasulun dediyindən başa sal. Göstər, ispat elə və bunun üzərində səbirlə dəvət elə. Adam Allah və Rasulunun sözünü rədd eləyərsə, artıq hökm ayrıdır, bəllidir. Lakin mən deyən olmalıdır. Mən dediyimi eləmirsənsə, deməli, səndə problem var. Sələflik deyil. Sələfin yolu bəllidir. Qur'an və sünnə yoludur və bu sələfin yolu Qur'an və sünnəni sahabələrin, tabiinə və xeyirli, onlardan sonra gələn xeyirli imamların başa düşdüyü kimi başa düşməkdir. Ona görə də qardaşlar, məsələ yüngül deyil, məsələ ciddidir. Yəni, insan
əqidəsini öyrənmək üçün çalışmalıdır. Dinini öyrənmək üçün əlindən gələni etməlidir. Və əqidəsinin əsas məsələdə nə deyir? Tövhid məsələləri, tövhid və şirk məsələləridir. Ən önəmli məsələlərdir. İnsana fayda verən və insanı cəhənnəmdən xilas edən məsələlər tövhid və şirk məsələləridir. Bunları öyrənməliyik və bunları da düzgün başa düşməliyik. Düzgün şəkildə tətbiq edə bilək. Bugünkü günü ya insanlar, əksər insanlar ya ifratda ya təfriddədirlər. Ya öyrənmirlər, tövhiddən xəbərləri yoxdur. Tövhid onların umurunda deyil. Tövhid və şirk məsələlərini bilmirlər. Ona görə də bəzən baxırsan da bilərəkdən və bilmərəkdən şirkə düşürlər. Tövhidi tərk edirlər. Niyə görə? Onlar üçün önəmli məsələ deyil tövhid məsələsi. Və digərlər isə tövhidi öyrənirik deyərək, lakin yanlış formada anladılır deyə onlara və yaxud yanlış formada öyrənirlər deyə Peyğəmbər sallallahu əleyhi və səlləmin gətirdiyi kimi deyil, yəni alimlərin bizə başa saldığı kimi deyil, bidət əhlinin onlara öyrətdiyi kimi başa düşürlər və bizə də təkfirə düşürlər.